Biz də anamızı salamlayırıq. Allah Aleyküm qəbul eləsin duaların, ibadətlərin. Bu zaman-zaman bəzən geniş müzakirə olunur. Mən birinci o məsələyə aydınlıq gətirməliyəm ki, hər bir evdə Quranın olması önəmlidir. Yəni bu bir ənənədir və uzun illərdir Azərbaycanda da bu ənənə qorunur. Əgər söhbət bir neçə Qurandan gedirsə, yəni onu hansısa məscidə oxuya bilən insana verməlidir. Amma evdə də o Quranın birini saxlaması, çünki indi mən nəyə görə deyirəm, bəzən bu insanları çaşdıran fikirləri də müzakirəyə çıxarırlar və insanlar da fikirləşirlər ki, biz görən düz edirik, yoxsa düz etmirik. O mənada, yəni birini evdə saxlayaraq digər Quranları da paylaya bilər, məscidə verə bilər, ehtiyacı olana verə bilər və anamız Azərbaycanca oxusun. Əsas odur ki, o oxuyur, onun savabını qazanır. Çünki biz biraz bundan əvvəl, mən onun üzərində xüsusi durdum ki, yəni Quranı da oxuyarkən düşünərək, dərk edərək oxumaq çox önəmlidir. Yəni bəzən insanlar sürətlə oxuyurlar, mənanın mahiyyətinə varmırlar. Bu dində də gedib, hədislərdə də gedibdir. Çoxlu surəni oxuyub sürətlə keçməkdənsə, bir surəni oxuyub, onu dərk eləmək, onun əsasında həyatını qurmaq, bunun savabı daha böyükdür. O mənada dediyimiz qaydada eləsin və narahat olmasın, onu ən yaxşı bir yerdə saxlasın, çünki o bizim müqəddəs kitabımızdır və bizim üçün dəyərli bir kitab. Təşəkkür edirəm. Eləcə də oxumağı bacaran kimsə gəldikdə rahat bir şəkildə açıb oxuya bilər.